sürürsən maşını, yoxsa mən bir neçə dəqiqəlik atamın sağ koltuq prinsesiyəm, yeməmi bitirənə qədər? Ata, səncə sən daha yaxşı sürürsən maşını, yoxsa mən? Sən yaxşı sürürsən. Sən biraz səliqəli sürürsən. Məsələn, sən yemək yiyəcəkdin, dedin ki, sükanı təhvil verdin mənə. Amma mən də yiyə-yiyə sürdüm. Mən əslində rol arxasında olanda, sükan arxasında olanda gələ əlavə heç bir iş görməyəsən də diqqətin tam yolda olur. Sadəcə olaraq indi bizim təcrübəmiz biraz çoxdur. Bəzən elə xırda qayda pozuntusu da olsa eləyir. Biraz çox, 40 il çoxdur. Ata, sən bəs neçə ildə maşın sürürsən? Mən maşın sürmə ümumi götürəndə, yəni uşaqlıqdan sürürəm. Haradasa 10-12 yaşımdan. Amma profesional şəkildə yoxdur, öz maşınım olmuyor. Öz maşınım olub 92-ci ildə, onda da 06'lar mod idi, o Sovetin maşınları var idi, 06 markalı, indi də var ola. Yaxşı, bir də cavan vaxtlarımız idi, maşını yaxşı bəzəyib, düzəyib sürürdük. O vaxtın adamları bilər, onun indi sizin yadınıza gəlməz. Məsələn, maşına qallacan fara deyirdilər, qabağına qallacan fara qururdu. Rəylərdə yazıb Sonra maşının qarşısı, qabağın biraz qaldırırdı. Hansı təşviq olmasın, yəni bunlar cavanlar qulaq asırsa da, assalar da, yəni məsləhət deyil onu eləməkləri. Siz eləməyin. İndi cavan yaşda insanlar biraz bəzi şeyləri anlamır. Əslində, zavod avtomobili necə istehsal edibsə, əslində o cür sürmək lazımdır. İndi cavanlar başa düşmür, peredoku qaldırırlar, onda amortizatorun yolu uzanır. Hərbi xidmətdə olduğum dövrdə də sürmədiyim, yəni nəqliyyat vasitəsi demək olar ki, qalmıyor. Nişanı yandırırsan. Bunlar hamısı, yəni qaydaları bilməyimdən irəli gəlir. Bir də ki, bilmək tək şərt deyil, gərək qaydalara əməl edəyəsən.